Herkese salam olsun. Bugün biraz eğri oturaq, amma düz danışaq. Siz gündəlik həyatda düppədüz qalstuklu, kostyumlu, yəni hər cür rəsmi paltarda oturub və sizə ağlı danışan insanları görürsünüz. Onlardan biri də Murad Dadaşov idi, hansı ki böyük bir televizyonu Xəzər TV-ni idarə edirdi və bu günlərdə onun ətrafında bir qalmaqal yaranıb. Səbəb nədir? Murad Dadaşov öz televiziyasında müxtəlif həkimləri, bizim tibb sahəsini əhlə reklam edib, özü isə müalicə üçün Almaniyaya gedir. Bəzilər bunun günahı Murad Dadaşovda deyil, sizdədir. Bəzilər də şikayətlənir ki, bəs xaricdə bir dərman yazır həkim, bizdə isə sırayla firma dərmanlarını düzür həkimlər. Bunun da günahı sizdədir. Çünki nəyə görə mənə kimsə o dərmanları sırayla yaza bilməz. Nəyə görə mən televiziyalara baxıb həkim axtarmayacağam? Çünki mənim beynim var, şuurum var. Məsələn, bir gün yaxın bir qadınla getmişik Zaqatala özəl bir xəstəxanaya. Görəm növbə var, Bakıdan həkim gələcək. Və orada soruşdum ki, tamam, bu həkimi necə tanıdınız? Deyir, Elgizin proqramından. Yəni, Bože moy dedim, Bože moy. Dedim, Elgizin verilişi ilə həkim tanıyırlarsa, axı həkimin, yəni mən müəllim olmuşam, savadlı müəllimin, savadlı həkimin televiziyalara gedib oturmağa, reklam etməyə vaxtı yoxdur ki. Müəllimi şagirdləri, həkimin xəstələri reklam edir. Və indiki dövrdə insanlar güvən olan yer axtarırlar. Daha Elgiz və yaxud digər proqramları yox. Keçən dəfə Sevinç Terman qızı bir həkimlə danışırdı. Həkimdə deyil, adamın diplomu zadı yoxdur. Özbəkistandan gəlib bir özbəkdir. Özü bizim hansısa Bakıda xəstəxanalar ona bəhbəhlə yer verib, cəmaatı üfürməklə, ondan sonra tüpürməklə sağaldır. Yəni, görün insanlarımızın səviyyəsinə gündədir ki, Şeyx Nəsrullahlara lağ edirik. İndi Şeyx Nəsrullahlardan betərləri gəlir və cərgə ilə də insanlar düzülmüşdür. Bax, o Elgizdə olan həkimə də hansı ki bizim özəl bir xəstəxanaya gəlmişdi, ona da cərgə ilə. Halbuki mən o tanış qadına demişdim ki, bəs mənim qızım tibb institutunu bitirib, onun tanış gənclər var, güvəndiyi, mən getmişəm, ayağımı göstərmişəm, sən də gedək. Qadın getmədi. Qadın hamının kütləyə qoşuldu. Sonunda nə oldu? Təsəvvür edin ki, 50 manata bu insan müayinə edir rayon yerində. Sadəcə 50 manat. Özü elə-belə baxır. Mən də girdim qadınla. Və hətta o ona dedi ki, ay filan həkimə getməlisiniz. Bizim müəllimlərdə də var idi. Bir müəllim o bir müəllimləri reklam edirdi. Məsələn, mənə də deyirdilər, nə olar bizi reklam elə, başqa fən müəllimləri. Mən dedim, mən heç kəs reklam eləməyibdi. Siz də işləyin, yetişdirin, tələbələriniz və onların valideynləri sizi reklam edəcək. Bu həkim də elə. Və belə ki, o gənc həkim, yəni bir iki dənə rus sözü də qırıldadır, yəni göstərir ki, bu insan ruska yazıcıdır, yəni manipulyasiya. Sonra elə-belə baxdı. Sonra kimisə hansısa həkimi məsləhət görəndə mən dedim ki, həkim, elə bir həkim məsləhət görün ki, siz onun yanına gedəcəksiniz. Həkim nə etdi? Həkim vərəqi dəyişdi. Mən onda başa düşdüm ki, bu həkimə güvən yoxdur, nə doğru düzgün. 50 manat alıb sadəcə müəyyənə etmədi. Bir başqa gəlin də şikayət edirdi ki, həkim baxıb ki, sən mənlik deyilsən, 50 manatı da elə-belə batıb. Halbuki qaytarmalı idi. Tamam, heç onsa 20 manatı saxlayıb 30 manatı qaytarıydı. Amma işin məğzi nədir? Deməli, vaxtı ilə mən sizə deyim, öz yaxınlarımda olsun. Savadlı həkim bir dərman yazıb. Hətta mən xəstələnəndə mənim savadlı tələbəm Zaqatalada həm həyat klinikasında işləyir, həm mərkəzi poliklinikada Elvira Musayeva mənə bir dərman yazmışdı, özə qəpik quruşa. Mənim yaxınlarımdan tutmuş dedilər ki, ay o nə dərmandır, 80-70 qəpik, onun sənə xeyrim olacaq. Mən də çox pis öskürürdüm, sinəm də bütün tutulmuş. Dedim, mən öz tələbəmə inanıram. O dedi ki, bir həftə atın müəllimə, yəni nəticəsi olmasa başqasına yazacağım. Bir həftəyə mən sağaldım. Amma mənim ətrafımdakılar bunu etmədilər, inanmadılar. Ay ora-bura qaçdılar, sonu daha da bərbad oldu. Elə mənim yaxın tanış qadın da, yəni getdi 50 manat verdi, heç bir şey həkim. Sonra başqa yerə qaçdı, başqa yerə qaçdı. Yəni 100 manat, heç 50 manat bəs idi mənlə Bakıya getməyə. Mən bir dənə rentgenə pul verdim. Amma minlərlə pul xərclədi, nəticə də yoxdur və emosional cəhətdən də. Yəni mən deyirəm ki, birinci insanlar siz özünüzün psixikanızı düzəldin, yanaşma tərzini düzəldin, ondan sonra başqaları tənqid edin. Yəni Murad Dadaşov sizi loxladı,
həmin loxladığı pullarla da gedib özünü müalicə etdirir Almaniyada. Amma bu da bir yalandır. Yəni ona da xeyri olmayacaq onun. Çünki o nədən alıbsa, yalandan aldığı pullarla nə olsun ki Almaniyada müalicə edir, amma xeyri olmayacaq. Siz də televiziyalara baxıb ətrafınızda güvənən insan həkimlərə getmirsiniz. Yaxşı həkimlərə 5 manat pul da qoymursunuz baxanda. Amma o cür pis həkimlərə 50 manat verirsiniz. Heç baxmamış da o 50 manatı sizi yola salır və onu geri istəmirsiniz. Mən həyatda belə görmüşəm. Yaxşı olursan bu cəmiyyətdə səni ancaq minib çapmaq istəyirlər. Pis də olanda deyirlər pisdir, amma pulunu verirlər. Ona görə də əzizlərim, hər şey sənin burandadır, yanaşma tərzindədir. Sən bir dənə dərman yazan həkimə inanmırsan. Deyirsən ki, çoxlu dərmanlar olmalıdır. Sənə deyəndə ki, həkim, səndə heç bir şey yoxdur, sən fiziki hərəkət eləməlisən. Qadın oturur yerində tərpənmir, gecə-gündüz televizora çırtdıya baxır və sonra da deyir ki, həkim heç nə bilmir, gedir başqa bir həkimə, o da ambarla dərmanlar yazır. Yəni, mən bunu çox görmüşəm. Görmüşəm ki, hər şey bizim insanın psixikasındadır. Yəni, Murad Dadaşovu ətrafında qalmaqal yaradırsınız. Murad Dadaşov sizi məcbur etmir onun televiziya kanalına baxasınız. Yəni, sizin nələrisə dərindən bilib, ona yanaşma tərzini dəyişməlidir. Dəyişmədikcə sağalmayacaqsınız. Bir manipulatordan digər manipulyasiya edən həkimə, müəllimə, digər sahənin mütəxəssislərinə tullana duracaqsınız. Mənim qızım da həkimdir, uşaq həkimidir, amma burada işləmədi. Getdi Almaniyada, oradakı Alman, Ukrayna, Rus müxtəlif uşaqlara baxır. İnanın ki, burada olsa, necə ki mənə paxıllıq eləyən müəllimlər, hansı ki mənli, yaxşı müəllim deyə, bəzi qədir bilən şagirdlərim və valideynlərim mənə həmişə mən haqqında xoş söz deyiblər. Amma müəllimlərin çoxu paxıl olublar, həmişə dalımca danışırlar. Hətta uşağın qabağını kəsib deyiblər ki, mənim yanıma gələn o savadsız müəllimədir, niyə yanına gedirsiniz? Yəni, bu paxıllıqla mənim qızım da burada mənim kimi ürək xəstəliyi tapacaqdır. Ona görə də gedib orada dəyərlər olan yerdə dəyərli valideynlərin yetişdirdiyi uşaqlara baxır. Yəni, dünyaya bir xeyri var və biz bu cür, yəni, həm işığı özümüzdə yandırırıq, həm də işıq olan yerlərə kömək edirik. Sizsə Azərbaycan insanı azlıq var, yəni istisnalar var, bu həmişə var, amma heyf ki bu istisnalar azlıq toplumu dəyişməyə kifayət etmir. Ona görə də çoxluq əzizlərim, siz həmişə loxlanacaqsınız, sonra da şikayətlənə qalacaqsınız və bu dünyada da 50% insanları faizlə götürək sizə reaksiya verəcək. 50% insanların sizə umurunda, vecində deyilsiniz. 49% insan sizi dinləyirsə, istifadə eləmək üçün dinləyir, özü üçün sizi manipulyasiya edir, istifadə edir. Qalır 1%, o 1%-i də 1%-in qədrini bilən tapır, qiymətləndirir və o bilgilər də ona kömək edir. Mənim də məqsədim görürəm ki, artırmaq olmur, heç olmasa 1%-i qoruyub saxlamaqdır. Və kimdə potensial görürəm, kimdə işıq görürəm, o insanlara da yaxınlaşıram, nəsə xoş söz edirəm, kömək edirəm, nəsə bacaranı. Görsəm ki, o insan özünü yaradır, onun yanında oluram. Yox, yaratmırsa, cəsarəti yoxdursa, deyirəm ki, zəifə kömək edincə güclü tapıb kömək eləmək lazımdır. Çünki zəiflər nə etsən də boşuna. Yəni, sən elə bir ki, ələklə su gətirirsən. Ona görə də çalışın, dəyərli insanlara, güclü insanlara dəyər verin ki, siz də onu alasınız. Siz paxıl olsanız, qısqanc olsanız, qəsdən pisə nöqtə vurğu qoyursunuzsa, inanın ki, onun paxıllıq etdiyiniz insana, qısqandığınız insana heç bir pis təsiri olmur. Onun sizə pis təsir olur. Yəni, siz o yaxşı insan itirmir. Siz yaxşı insanları itirirsiniz. Bu da sizə evrenin, kainatın cavabıdır.